Sen bir şeyi möhkəm qərar ver, sonra sənlik deyil. Ver Allah'a dinən, mən getdim. Allah aparsın səni axıra qədər. Bax, qərar bu qədər mühümdür. Qərar verək ki, sonra gözlənilməz olmasın. Çətinliklər gözlənilməz olmasın. Deyən, aha, demişdim ki, qərarlıyam, gəldi çətinlik. Bəli, gözləyirdim, haradaydın? Gəl, sənə dözəcəm mən. Gözəl şəkildə səbr eləyəcəm. Görürsən ki, Allah aparır səni. Deyirsən, ilahi, mən eləmirəm bunları, mən bacarmazdım. Bəli, mən eləyirəm. Niyə? Çünki səndə qərar gördüm. Ciddi qərar verdin. Quranda bu da ayə var, bax, Peyğəmbərə buyurur. Buyurur ki, فَإِذَا عَزَمْتَ فَتَوَكَّلْ عَلَى اللّٰهِ. Deyir, elə ki, əzm elədin, qərar verdin, ondan sonra təvəkkül elə Allah'a, yəni ver işi Allah'a. Sənli deyil. Sən bir şeyi möhkəm qərar ver, sonra sənli deyil. Ver Allah'a, deyən, mən getdim. Allah aparsın səni axıra qədər. Bax, qərar bu qədər mühümdür. İndi gördünüz ki, bugünkü söhbətimiz çox vacibdir, bugünkü məhz xütbəmiz. Qərar ver, istənilən işə ciddi qərar istəyirəm səndən. Ver mənim əlimə, mən eləyəcəm. Adına sənin adıva yazacağım. Deyəcəm, bu elədi. Amma mən eləyəcəm. Allah bütün işlərini bizim adımıza yazacaq. Öz eləyəcəyim mən. İndi nə məlum olur? Günah eləyirik, bəli. Ha? Pis işlər görürük, bəli. Səbirsizlik eləyirik, bəli. Nə məlum olur? Məlum olur ki, hələ biz qərar verməmişik. Qərar versəydi, heç bir olmazdı. Deməli, hələ qərara gəlməmişik. Hələ qərar verməmişik. Qərar verdim, mən deməyə, deyən, qərarlıyam, ya Allah, sənə sığındım, yola çıxdım. Məndən qərardır, mənim əlimdən heç nə gəlmir. Mən qərarlıyam.